Azərbaycanın bölgələrində yaşayan sakinlərin bir çoxu Bakıya qızıl balıq kimi baxır. Paytaxta axın getdikcə artır. Bu da öz növbəsində müxtəlif istiqamətlərdə problemlər yaradır. Bəs görəsən rayonlarda yenidən həyatı necə canlandırmaq olar? Deputat Aqil Abbas mövzu ilə bağlı Oxur Azad danışıb. Əlavə edib ki, nazirliklərin bir hissəsi bölgələrə köçürülməlidir. Bugün yalnız Azərbaycanda deyil, bütün dünyada urbanizasiya prosesi gedir. İnsanlar təhsil, iş imkanları və infrastruktur baxımından güclü olan böyük şəhərlərdə yaşamağa üstünlük verirlər. Məsələn, Türkiyədə əhalinin 30% İstanbula axışır. İnsanlar elə bilirlər ki, böyük şəhərlərdə yel əsib, qoz tökülüb. Biz regionları, xüsusilə Gəncə və Qarabağı inkişaf etdirməliyik. Abbas qeyd edib ki, mədəniyyət, təhsil kimi sahələr regionlarda da inkişaf etdirilməlidir. Bu təkcə mədəni məsələ deyil, həm də iş yerləri ilə bağlıdır. Bir çox nazirliklər, ali təhsil ocaqları, dövlət qurumları Bakıda cəmləşiblər. Bu qurumlar Gəncə kimi şəhərlərə köçürülməlidir. Sözü gedən addın həm bölgələrin inkişafına səbəb olar, həm də Bakıdakı sıxlıq azalar. Deputat Qarabağın bərpasına ayrılan böyük maliyyə vəsaitlərini xatırladaraq qeyd edib ki, eyni yanaşma başqa regionlara da tətbiq olunmalıdır. Hər il Qarabağa 4-5 milyard manat sərf edilir. Qarabağa vacibdir, amma unutmamalıyıq ki, digər bölgələrdə də problemlər mövcuddur. İnsanlar bəzən öz rayonlarında işləməkdən utanırlar, ancaq Bakıda eyni işi görməkdən çəkinmirlər. Bu da psixoloji və sosial məsələdir, deyə millət vəkili bildirib. Aqil Abbas sonda regionlardakı sənaye və istehsalat sahələrinin bərpasının vacibliyini əlavə edib. Rayonlarda zavod və fabriklər tikilməlidir. İnsanlara iş yeri lazımdır. Xüsusilə qadınların məşğulluğu təmin edilməlidir. Hökumət bu sahədə addımlar atır. Ancaq birdən-biri hər şey mümkün deyil. Yavaş-yavaş inkişaf gedir, deyə deputat fikirlərini yekunlaşdırıb.